Welcome to Azərbaycan. Bəli, Azərbaycan xalqı, Bazarbaycan xalqı. Demək bu ancaq bizdə ola bilər də. Yəni ölkədə bir adam bir balaca bir pul qazanmağa çalışarkən dərhal DTX və polis həmin adama çökür, qazandığını tutub əlinə alır. Demək Azərbaycanda bu gördüyünüz şəkildə gördüyünüz bu qaqaş milyonçu şousuna qatılıbdır. 8.000 manat ha, 8.000 manat udubdur. Öz biliyi sayəsində də, yəni öz biliyi sayəsində, əməyi sayəsində. Və dərhal Bandattel, DTX hamısı çökübdür üstünə ki, sən nətər çökübdür? Yəni mədəni yolla. Bu oğlanı şərləyib tutub basıblar içəri ki, sən sənəd alverindən, Avropaya insan qaçaqlamaçılığı, sənəd alveri, viza alveri ilə məşğulsan. Siz təbii ki, inandınızmı? Bəzi bizim Azərbaycanın məhəlləri var ki, bunlar inanarlar buna. Təbii ki, inanacaqlar, amma ortada bir böyük bir belə sual çıxır ki, yaxşı, necə olur bu oğlan əgər həqiqətən belə deyim də, fırıldaqçı, maşinlik, insan qaçaqmalçılığı, viza, nə bilim nə düzəlir, Avropaya adam daşıyırsa, niyə oturub bunun milyonçu şousuna gəlib 8.000 manat qazanmağını bunu gözləyirdiniz, hə? Ay DTX, ay Bandattel, hə? Hə, sən bu ölkədə qardaş, adam nəfəs almağa belə qorxur. Gör xalqı nə günə qoyublar, nə yerə qoyublar, ay. Ay, vergiləri qaldırdılar, susmadıq, qiymətləri qaldırdılar, yenə sustuq, səsimizi çıxarmadıq. İlham Əliyev qoyur bu xalqa belə dibinə kimi. Oh, xalq deyir, xalq siz nə edir? Ay İlham, biraz da qoy, cənab prezident, biraz da qoy. O biri var insan şeyi. İlham Əliyev artıq eşşəyin mıxın belə hazırlayıb soxur xalqa. Xalq deyir, ləzzət eləyir. O bir dənə məsəl var, deyir, gördülər bir şey elə bilmirsən, səni zorlayırlar, başda ondan kayf almağa. Bizim xalqda var elədir, başlamışıq biz kayf almağa. O qədər mazaxist bir xalq olmuşuq ki, artıq yəni bu qaqaş da 8.000 manat pul udubdur. Qaqaşın üstünə çöküblər ki, saxla görmə. Yəni, baxın ha, yazıb oğlan da ailəsinlə, xanımınla gəlib o verilişə, öz əməyinlə 8.000 manat qazanıb, çöküblər üstünə ki, 8.000 manatı veriblər. Nədir ki, bu adam? Birincisi Azərbaycanda viza işinə, sənəd işinə hamısı DTX polis baxır. Başa düşürsünüzmü? Bunlar baxır. DTX-nın xəbəri olmadan ölkədən bir dənə quş belə uça bilməz. Bunu bilin. Azərbaycan toplumu bunu bilin. Bu qaqaşda tutub şərləyiblər, salıblar içəri ki, sən gör bunu. Oturub bunu 8.000 manatı udmağı mı gözləyirdiniz? Çökərdiniz 8.000 manatı. Yəni Azərbaycan xalqı, siz olun, çaşıb birdən milyonçu şousuna getməyin. Gedirsinizsə də çalışın orada 100 manatdan çox pul udmayın. 100 manatdan çox pul udsanız, dərhal DTX və bizim Dövlət Terror Xidməti və Daxili Quldurlar Nazirliyi çökəcək üstünüzə. Mehriban Əliyeva, liftçi pulu sənə yığırsansa, liftçi pulu, mən sənə buradan İsveçrədən liftçi alım göndərim də Mehriban Əliyeva, hə? Azərbaycan. Deməli, məsələ nədir? Ay millət, İlham Əliyev ailəsi bilirsiniz ki, ölkəni yiyib talayıblar. Nefti artıq kökü qurumağa doğru gedir. Yiyiblər, büdcənin pulların yiyib dağıdıblar. Ay qardaş, Türkiyə mi deyim, Dubay mi deyim, London mu deyim? Dünyanın hər bir tərəfində artıq bunların milyardları, mülkləri var. İndi büdcəni doldurub, yiyib boşaldıblar. İndi doldurmaq lazımdır axı. Kıstati, bu arada təzə bir qanun çıxartdılar. Eşitdinizmi nədir qanun? İşləməyənlər ayda 16 manat dövlətə vergi verəcək. Nə gündə sizə? Ay millət, nə gündə sizə? Ölmüşsünüz, bastıranınız yox desini. Ölmüşsünüz, həqiq ölmüşsünüz, bastıranımızı yox desini. Nə gündə sizə? İsveçrə hökuməti və sonda İsveçrə hökuməti mənə deyirsə, niyə gəlib sən Azərbaycan səfirliyini yumurtalayırsan, niyə orada nə bilim nə inirsən, nə qarsan, sən diplomatik krizə səbəbsən falan filan. İsveçrə hökuməti, bax buna görə, bax, milyonçu şousundan 8.000 manat udub yazıq öz biliyinlə, öz savadınla çöküblər pulunu əlindən alırlar. Bildinizmi İsveçrə? Çünki bu hökumət, bu Əliyev rejimi bandit, quldur rejimdir, quldur. Bandit rejimdir, başa düşürsən İsveçrə hökuməti. Bandit rejiminə qarşı, bax, belə bandit
quldur hərəkətlər eləmək lazımdır. Gedib Azərbaycan səfirliyi yumurta nədir? Oranı daşlamaq, kubik zad atmaq lazımdır ki, onu da eləyəcəm. Vaxtınız bitmək üzrədir. Mən zarafatım yoxdur. Əvvəllər çox təhdid eləyirdim, az iş görürdüm. İndi az təhdid eləyirəm, çox iş görəcəm. Hə, bu Azərbaycan xalqı. Yatmağa davam eləyin. Yatan öküzün başına İlham Əliyev ağanız piş fış.